بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم. ضرب الله مثلا رجلا فيه شركاء متشاكسون ورجلا سلما لرجل هل يستويان مثلا الحمد لله بل أكثرهم لا يعلمون. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Usikum ibadallah və nəfsi bitəqvallah. Allahın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun əziz möminlər. Cümə gününüz mübarək olsun. Allah bu cümənin xeyri və bərəkətini sizlərə, əzizlərinizə, xalqımıza, İslam ümmətinə, bütün bəşəriyyətə nəsib eləsin. İlk öncə özümü, sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahım hamımızı təqvalılardan qərar ver. Bugün cümə günü həm cümə olduğuna görə mübarəkdir, cümə münasibəti ilə təbrik elədik. Həm də qarşıdan 28 may müstəqillik günümüz gəlir, o münasibətlə də sizləri təbrik edirəm. Həm də bildiyimiz kimi artıq Zilqədə ayının axırlarıdır, son cüməsidir. Zilqədə ayı da başa çatmaq üzrədir. Və Zilqədə ayının xüsusən də 25-ci günü bugün Dəhvül ərz, yerin yaranma günü sayılır, yayılma günü sayılır. Bu münasibətlə də sizləri təbrik edirəm, bayram sayılır. Əvvəl istəyərdim 28 may müstəqillik günümüz haqqında qısa məlumat verim. Bildiyimiz kimi 1918-ci ildə may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal bəyannaməsini oxumaqla Azərbaycanın müstəqilliyini dünyaya elan elədilər. Və bu Respublika, Demokratik Cümhuriyyət Müsəlman şərqində ilk demokratik respublika sayılır. Və demokratik ənənələrin inkişaf etdirilməsində böyük nüfuzu rolu olub. Sonradan yaranan müsəlman ölkələri, demokratik respublikaları üçün bir növ nümunə sayılıb. Ona görə də Allahdan istəyimiz bundan ibarət ki, belə bir müstəqillik baxmayaraq ki, 23 ay, 2 ilə yaxın davam edib, qısa müddətdə olub, çox gözəl, bərəkətli olub və Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz, şükürlər olsun. Bu günlər bu söz öz nəticəsini göstərir. Bayrağımız, üç rəngli bayrağımız yenə də ərazi bütövlüyümüz bərpa olunmaqla Azərbaycan bütün yerlərində dalğalanır. Bu böyük bir nailiyyətdir. Bu nailiyyətdə əməyi olan hər bir kəsə minnətdarlığımızı və Allahdan rəhmət diləyirik. Xüsusən də şəhidlərimizə Allah ruhlarını şad eləsin deyirik. Qazilərimizə Allahdan şəfa diləyirik. Əslində, müstəqilliyin zahiri tərəfi insanın, bir toplumun, xalqın başqa xalqlara tabi olmasından, əsarətindən ayrılıb müstəqil yaşaması deməkdirsə, mənəvi mənası isə insanın, bir fərdin başqalarının bir neçə şəxsin sözü ilə oturub durmaqdansa birinə bağlanması deməkdir. İstiqlaliyyət sözünün, istiqlal sözünün mənası kimlərdənsə ayrılıb kiməsə bağlanmaqla sərbəst yaşamaqdır. İnsan sərbəst yaşamaq istəyirsə, mütləq bir ağıllıya ehtiyacı var. Quran-ı Kərimdə Allah Teala məhz bunu nəzərə alıb
Bunu nəzərə alır. Zümer surəsi 29-cu ayədə buyurur ki: "Zaraballahu məsələn raculan fihi şuraka mutəşakisuna." Allah elə bir şəxsdən misal çəkir ki, iki kəsi misal çəkir. Onlardan biri bir-biri ilə ixtilafda olan ağalara tabidir. Bir neçə ağaya tabidir ki, o ağalar da öz aralarında ixtilaflıdır. Bizdə belə bir söz vardı, biri deyir oxu, biri deyir oxuma. Biri belə bir şəxsdir, başqa bir şəxsdə Allah misal çəkir. وَرَجُلًا سَلَمًا لِرَجُلٍ Və yalnız bir şəxsə tabi olan şəxs, bir şəxsə tabi olan insan, bir nəfərə tabi olan şəxs. Hansı bu iki misal eyni ola bilərmi? Allah Teala Quran-ı Kərimdə buyurur ki, bu iki misal seçdiyi bir nəfər, bir neçə nəfərə tabidir, onlar da öz aralarında ixtilaflıdırlar. Biri deyir belə elə, o birisidir başqa cür elə. Bir insan bunlara tabi olsa yaxşıdır, yoxsa yalnız bir nəfərə? Allah bizi düşündürür. Deyir, bu iki misal eyni ola bilərmi? Sonra buyurur ki, Elhamdülillah, həmd olsun Allaha ki, bu eyni ola bilməz. Və məsələ aydındır. Bəl əksəruhum la ya'lamun. Təəssüf ki, çoxları bunu anlamırlar, başa düşmürlər. İnsanın azadlığı, istiqlaliyyəti onun ehtiyatsızlığındadır. Əsl azadlıq insanın başqalarından ehtiyatsız olmasındadır. Necə ki, Allah Teala Münafiqun surəsində 8-ci ayədə izzət kəlməsi ilə bunu ifadə edir. İnsan ehtiyatsız olanda izzət qazanır. Buyurur, وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ İzzət yalnız Allaha, onun rəsuluna və möminlərə məxsusdur. Niyə görə möminə məxsusdur? Çünki möminin qüruru, sərbəstliyi və şəxsiyyəti yalnız Allahdan qaynaqlanmalıdır. Mömin o zaman özünü ehtiyatsız bilir ki, başqalarına olan ümidini kəsir, yalnız Allaha bağlanır, mənəvi cəhətdən Allaha bağlanır, ondan gözləntisi var deyə Allah bu yolla möminin qürurunu saxlayır, qoruyub saxlayır və bunun tərəfdarıdır. Əsl müstəqilliyi, əsl azadlıq ehtiyatsızlıqdır, izzət gətirir insana. Düzdür ki, Allah Teala bir tərəfdən varlılara da təşviq edir varlıları ki, ehtiyaclı insanlara əl tutsunlar, amma eyni zamanda fəqir, ehtiyac sahibini də qürurlu olmağa çağırır ki, izzətdə yaşasın. Və Nur surəsinin 32-ci ayəsində buyurur ki, əgər onlar ehtiyaclıdırlarsa, özlərin Allaha ehtiyaclı bilsələr, Allah onları öz lütfu ilə ehtiyatsız eləyər, zəngin eləyər. Kim ki Allaha möhtac olarsa, həqiqi sözün əsl mənasında özün Allaha möhtac bilərsə, Allah onu müxtəlif vasitələrlə zənginləşdirər. Ona görə Əli əleyhissalam başqalarına möhtac olmağın bəlası barəsində buyurur ki, Əl-fəqru mautun əkbər. Fəqirlik sözünün mənası başqalarına möhtac olmaq deməkdir, ehtiyac deməkdir. Ehtiyaclılıq, başqalarına möhtac olmaq ən böyük ölümdür. Ehtiyaclılıq ən böyük ölümdür. Yəni, insanın başqasından asılı qalması, başqasının əlinə baxması ən böyük ölüm hesab olunur. Ona görə rəvayətlər, hədislər və ayələr bizə tövsiyə edir ki, az da olsa öz qazancın olsun, özün çalışıb qazanasan. Sonra İmam Sadiq əleyhissalam buyurur, kun azizən nəfs, çalış nəfsini izzətli saxla, nəfsinin izzətin qoru. Və la təkun abdət təmə', tamahın qoluna çevrilmə. Və əleyhissalam nəhayət buyurur ki, əl-ğinə fil-qənaəti, Həzrət yol göstərir. Əgər ehtiyatsız olmaq istəyirsənsə, bu ehtiyatsızlıq qənaətdədir. Və şərəfu fit-təvazu, şərəfli olmaq istəyirsənsə, şərəf təvazökarlıqdadır. Allah and verir ki, bizi təvazökar və qənaətçil bəndələrindən qərar versin. Və dedik ki, bugün əzəmətli günlərdən biridir, Dəhvül Ərz hadisəsinin baş verdiyi gündür, Zilqədə ayının 25-idir. Xüsusən də cümə gününə təsadüf etməsi günün bərəkətini daha da artırır və bu günün xüsusi tövsiyələri var, xüsusi əməlləri var. Və ümumiyyətlə, Dəhvül Ərz nə deməkdir? Ərz yer deməkdir. Dəhv sözünün mənası isə yaratmaq, yaymaq, formalaşdırmaq deməkdir. Quran-ı Kərimdə də bu barədə ayə var.
Allah Taala dəhvül ərz, yerin dəhv olması, yayılmasını elə dəhv kəlməsindən Quran-Kərimdə Naziyyət surəsi 30-cu ayədə ifadə edir. Ümumiyyətlə Naziyyət surəsi 27-30-cu ayələr insanı düşündürən ayələrdir. Allah Taala yerin yayılması ilə belə insanları düşünməyə çağırır. Xüsusən kafirləri düşünüb insafa gəlməyə dəvət edir. Buyurur: Bismillahirrahmanirrahim. Əəntum əşəddu xalqan əmis-səmə. Siz yaradılış cəhətdən daha çətindir, sizi yaratmaq daha çətindir, yoxsa səmanı? İnsan özün böyük hesab eləyir. İnsan əslində mərifəti olsa, öz böyüklüyünü anlasa, Allaha bağlanar. Amma bəzən onu yaradanı, o böyüklüyü onda qərar verəni onudur deyə özün böyük sayır və özünün yaranışın çətin olduğunu hesab eləyir. Özün hər şeydən böyük tutanda Allah Taala buyurur, sizi yaratmaq çətindir, yoxsa səmanı, başının üstünə baxanda, səmanı görəndə ardıcan Allah buyurur, və bənəhə, Allah artıq o səmanı yaradıb. Səmanı o yaradıb. Sən başını qaldır, yuxarı bax, gör, səndən heç müqayisə olunmayacaq dərəcədə böyük varlıqlar var. Buyurur, rəfəə səmkəhə, onun qübbəsini yaratdı Allah, ucaltdı. Fəsəvvəhə, sonra onu nizama saldı. Və əğtəşə leyləhə və əxrəcə mər'ah və əxrəcə zuhəhə. Onun gecəsini, qaranlıq gündüzünü işıqlı elədi. Sonra bax, burada buyurur ki, vəl-ərdə bə'də zəlikə dəhəhə. Dəhv kəlməsini bu ayədə işlədir. Bundan sonra yeri dəhv etdi. Dəhv yəni yaymağa başladı, yaratmağa başladı. Yeri formalaşdırdı, yaşanılan hala gətirdi. Əxrəcə minhə məəhə, ondan suyu çıxartdı. Bildiyimiz kimi, Pangeya nəzəriyyəsinə əsasən materik formasında, yer əvvəl bütöv formada olub, sonra parçalanmağa başlayıb və suları oradan çıxartdı, bulaqları çıxartdı. Və mər'əhə, və bitkiləri çıxartdı. Vəl-cibələ ərsəhə, möhkəm dağları qərar verdi, yaratdı. Nə üçün eləyib bunları? Buyurur, mətəən ləkum və li-ən'amikum, sizin üçün və sizin heyvanlarınız üçün. Ki, siz və heyvanlarınız bütün bu yaradılmışlardan faydalanasınız, halbuki heyvanların özü insana xidmət göstərir. Ona görə Allah Taala demək istəyir ki, bütün bu yaradılış, xilqət sizdən ötürüdür. Təfsir alimləri deyirlər ki, bu ayə ona işarə edir ki, yer əvvəl yaşanılmaz halda, qeyri-müsait halda idi yaşayış üçün, sonradan formalaşmağa başlayıb. Mərhum Əllamə Təbətəbai isə buyurur ki, bu ayə yerin hazırlanmasına və həyatın başlanmasına işarədir. İmam Sadiq əleyhissalam buyurur, bu ki, əzəmətli hadisə baş verib, görəsən hardan başlayıb, iş mərkəzi olaraq hara seçilib? Həzrət buyurur, əvvəlu nuqtətin duhiyyət minəl ardı hiyəl kəbətu. Yer üzünün dəhvi, yayılması, yaranma nöqtəsi ilk olaraq Kəbədən başlayıb. Yer üzü yayılmağa Kəbədən başlamışdı. Hətta bəzi rəvayətlərdə buyurulur ki, Zilqədə ayının 25-nin əzəməti dəhvül ərzdən əlavə Həzrəti İbrahim və Həzrəti İsa əleyhissalam kimi peyğəmbərlərin də dünyaya gəliş günüdür və xüsusən də Peyğəmbər Əhl-i Beyti əleyhissalam üçün bərəkətli gündür. Ona görə Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm rəvayətlərinin birində buyurur ki, Yəvmu dəhvil ardı huvə min ə'yədinə əhləl beyt. Dəhvil ərz günü, yerin yaranma günü, yayılması günü biz Əhl-i Beytin bayramlarındandır. Görəsən, niyə bayramlarını? İnşallah yeri gəldikcə işarə eləyəcəyik. Əvvəla yerin yaranma səbəbi kimdir? Kimlərdir? Təbii ki, Peyğəmbər Əhl-i Beyt əleyhissalama görə Allah bu kainatı yaratmayıb mı? Ona görə Peyğəmbər və Əhl-i Beyti üçün bərəkətli gündür və onları sevənlər üçün də mübarək bir gündür, bayram hesab olunur. Elmi yanaşmalar nədən ibarətdir yerin yaranmasına? Müasir araşdırmalar əsasən Big Ben nəzəriyyəsinə əsaslanır bu barədə. Big Ben yəni böyük partlayış. Və yer yaranarkən əvvəl deyir qaynar qaz və toz buludları şəklində idi. Ki yaşanmaz halda idi, lavalarla dolu idi.
Sonralar soyuma nəticəsində qazların, o həmin toz buludlarının dağılması nəticəsində yerin qabıq qatı əmələ gəlir. Yerin qatları 7 qatı əmələ gəlir. Su buxarı da deyir, kondensasiya olmaqla okeanlar və qitələri formalaşdırır. Tektonik plitələr nəzəriyyəsi var, qitələrin hərəkəti deməkdir. O hərəkət nəticəsində məhz yer səthində dağlardır, vadilərdir, digər relyef formaları yaranmağa başlayıb və bu da məhz Quran-Kərimdəki dəhv kəlməsi ilə üst-üstə düşür. Yerin yaranması, yayılması sözü ilə üst-üstə düşür. Bir də mərkəzi nöqtə nəzəriyyəsi var ki, görəsən yerin mərkəzi nöqtəsi hara hesab olunur? Müasir araşdırmalara əsasən quru sahələrin mərkəzi nöqtəsi təxminən Məkkə şəhəri hesab olunur. Bu müasir araşdırmaların nəticəsidir. Və Məkkə yer kürəsinin coğrafi mərkəzi hesab olunur. Və bu da rəvayətlərdə buyurulan Kəbə sözü ilə üst-üstə düşür. Nəticə bundan ibarət ki, əgər bugün belə bir əzəmətli gündürsə, bu günlərdə xüsusi dua etməyin yeri var. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, mən də'a fihi ustucibə ləhu. Kim belə bir gündə dua eləyərsə, onun duası müstəcab olar. Sonra buyurur, və mən təsəddəqə fihi qubilət sadaqatuhu. Kim bu gün belə bir gündə sədəqə verərsə, onun sədəqəsi qəbul olar. Onsuz da möminlər məscidlərə cümə günləri axışırlar və məscid üçün yardım əli uzadırlar və onun müqabilində savab qazanırlar. Amma bugünkü savab tamam fərqlidir. Həzrət buyurur, وَمَنْ عَمِلَ فِيهِ خَيْرًا كَانَ لَهُ أَجْرٌ عَظِيمٌ. Kim xeyir bir iş görərsə bu gündə, onun üçün böyük bir mükafat, böyük bir savab var. Allaha and verir, İzzət Cəlalı xatirinə bizi bu savablardan faydalanan, bəhrələnən bəndələrindən qərar versin. Və bu işdə bizi dünya axirət saadətinə çatanlardan eləsin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika wanhar inna şani'aka huval abtar. Sadaqallahul aliyyul azim. Və dedi ki, əzəmətli bir gündür, Dəhvül Ərz günü, yerin yaranması, yayılması, yaşayış formasına gətirilməsi günüdür. Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən də nəql etdiyi ki, Əhl-i Beyt əleyhimussalamın yanında bugün bayram sayılır. Onları sevənlər üçün də bayramdır. Və bugünün xüsusi əməllər var. Necə ki, dua bugün də xüsusi olaraq qəbul olur. Verilən sədəqə bugün də xüsusi olaraq qəbul olur. Xeyir əməl bugün də xüsusi olaraq böyük mükafatla qarşılanır. Və o cümlədən bugünün xüsusi əməlləri var. Deməli, əsas əməllərindən biri müstəhəbdir ki, deyir, qüsul verəsən və oruç tutmaq bəyənilən əməllərdən sayılır. Bugünün orucunun hətta deyirlər ki, bir ilin orucuna bərabərdir. Bugün tutulan oruc bir ilin orucuna bərabərdir. Eyni zamanda 70 illik günahların kəffarəsinə bərabər tutulur. 70 illik günahların silinməsi üçün nəzərdə tutulur və 2 rəkət namazı var. Deyirlər, zöhr namazından əvvəl yaxud sonra qılınmalıdır və bu namaz 2 rəkətdir, sübh namazı kimi. Amma fərqi bundan ibarət ki, bilənlər, əgər Şəms surəsini oxuya bilənlər varsa, Fatihə surəsindən sonra 5 dəfə Şəms surəsi oxunur. Və bugünün əzəməti ondan ibarətdir ki, gün nə qədər əzəmətli olarsa, ona aid olan əməllər də bir növ, bir o qədər əzəmətli olar. Dəhvül Ərz gününün xüsusi duaları var. Onlardan ən qısa olanlarından birini sizin üçün oxumaq istəyərdim ki, görün nə əzəmətli duadır bugünün duası ki, deyir, Allahümmə də'iyəl kəbəti, də'iyəl kəbəti. Ey Kəbəni yaradan Allah, ey Kəbəni yayan Allah. Və fəliqəl həbbəti, Allahla münacət formasına baxın. Ey toxumu çatladan, ey toxumu yaran Allah. Və sarifəl ləzbəti, buyurur sıxıntını dağdan Allah. Və kəşfə kulli kurbətin, hər bir qəm-qüssəni aradan qaldıran Allah. Əsəluka, səndən istəyirəm fi həzəl yevm, bu gündə,
Bu gün hansı günlərdəndir? Onu açıqlayır. Min eyyamikə. Bu elə bir gündür ki, sənin elə günlərindəndir ki, əlləti əzhərdə fihi ibadətəkə. Sən həmin günlərdə öz ibadətini aşkara çıxartmısan. Səni ibadətin necə olduğunu aydınlaşdırmısan, üzə çıxartmısan. Yəni, bəzi günlər var ki, Allah Taala həmin günlərdə özünə ibadəti aşkara çıxardır, bu gün də həmin günlərdəndir. Sonra buyurur, وَبَسَسْتَ فِيهَا رَحْمَتَكَ. Həmin günlərdə sən öz rəhmətini yayırsan ətrafa, dünyaya, bu həmin günlərdəndir. وَمَنَنْتَ فِيهَا بِمَوْلِدِ نَبِيِّكَ sallallahu aleyhi və aleyhi. Sən Peyğəmbərini o günlərdə dünyaya gətirməklə bizə minnət qoymusan, bizə lütf eləmsən. Sonra vurur, əntəhəbəli, bu qədər ki, işləri, əzəməti sən sahibisən, səndən istəyim budur ki, li məqmətən fil məşhədil məhmud, əzəmətli bir, tərifli bir məqamda mənim üçün bir yer ayır. Tərifə layiq bir məqamda, yerdə mənim üçün bir məskən ayır. Və təbbit li qədəmə sidqin fi məscidikəl haram. Öz məscid-i haramında, Kəbə evində mənim üçün sabit qədəmlik nəsib elə. Ki, kimlər ki, arzusundadır, Allah hamısına o evi ziyarət etməyə nəsib eləsin. Sonra buyurur, və təfukkə anni kullə vəlihətin. Məndən bütün sıxıntıları, qəm-qüssəni aradan qaldır, məndən ayır və sonra buyurur, وَتَهَبَلِّ عَافِيَةً. Mənə bir sağlamlıq bəxş elə. Hansı sağlamlıq, necə bir sağlamlıq? Elə bir sağlamlıq ki, buyurur, تَسُدُّ عَنِّي بِهَا مَوَاقِفَ الْخَوْفِ. Qorxulu anlarda o həmin sağlamlıq mənə güc-qüvvət versin, mənə kifayət eləsin. Elə bir sağlamlıq ki, arxayınçılıq ki, onunla qorxu və təşviş anlarda həmin o sağlamlıq mənə kifayət eləsin. Sonra buyurur ki, bir rəhmətikə ya ərhəmər rahimin. Səni rəhmətinə and verirəm, ey mərhəmətlərin ən rəhimdarı. Və sallallahu alə seyyidina Muhammedin və alihi tahirin. Buyurur, Allahın salavatı olsun Muhammedə və onun pak əhl-i beytinə. Həzrət Əli əleyhissalam buyurur, İnnəl Kəbətə vasatul arz. Yerin mərkəzi haqqında buyurur ki, Kəbə yerin ortasında yerləşir, yerin mərkəzi sayılır. Və hiyə əvvəlu nöqtətin duhiyyət minhəl arz. Yer ondan yayılmağa başlayıb, yerin ondan yayılmağa başladığı ilk nöqtədir Kəbə. Həzrət Əli əleyhissalamın Nəhcül Bəlağədə Allahla münacatı var və birinci xütbəsi sırf yerin yaranması, Allaha təriflə başlayır, həmd sənalarla başlayır. Sonra yerin, xilqətin ümumiyyətlə yaradılışı barəsində elə kəlamlar işlədir ki, insan heç cür təəccüblənməyə bilmir. Həzrət əvvəl dünyanın yaradılışına başlamamışdan qabaq Allaha bu cür tərifləyir. Buyurur, həmd olsun o Allaha ki, danışanlar onu layiqincə tərif edə bilməzlər. İnsan nə qədər danışsa, Allaha layiqincə tərif eləyə bilməz. Sonra buyurur, sayanlar onun nemətini sayıb qurtara bilməz. Çalışanlar da öz ibadətləri ilə onun haqqını ödəyə bilməzlər. Sonra buyurur, iti ağıllar ona yol tapa bilməz. Onun sifətləri üçün bir hədd yoxdur. İnsan Allahın sifətləri haqqında nə qədər danışsa da, nə qədər fikirləşsə də, axı bizim ağlımız müəyyən həddədir, məhdud səviyyədədir. Hər bir insan ağlı müəyyən həddədir, ondan o tərəfə deyil. Amma Allah bizim ağlımızın həddindən o tərəfdə yerləşir. Allah bizim ağlımızın hədd hüdudlarından daha genişdir, daha üstündür. Ona görə buyurur, Allahın sifətləri üçün müəyyən bir hədd yoxdur. Və Allahın tərifində kamil nöqtə, pik nöqtəyə çatır, buyurur, onun haqqında mövcud bir tərif yoxdur. Bu, Allaha tərifin ən kamil nöqtəsi, zirvəsi sayılır əslində. Ki, biz nə qədər çalışsaq da Allaha tərifləyək, onun haqqını əda edə bilmərik. Həzrət Əli əleyhissalam onu bir cümlə ilə ifadə edir. Onun haqqında, Allah haqqında mövcud bir tərif yoxdur, kifayət eləyəcək bir tərif yoxdur ki, deyək ki, biz Allah haqqı ilə təriflədik. Sonra başlayır məxluqatın yaradılışı barəsində ki, o məxluqatı yoxdan var elədi. Sonra buyurur, bir-birindən fərqli olan varlıqları bir-birinə uyğunlaşdırdı. Yəni,
yaradılış biz ki yaşayırıq bu asanlıqda meydana gəlməyib. Bir-birinə fərqli olanları bir-birinə uyğunlaşdırdı. Onların fitrətlərini yerləşdirdi. İnsan yarananda onun fitrəti onda kodlaşdırılır. Sonra buyurur formalarını onlara bağladı. Onları yaratmamışdan öncə Allah onları tanıyırdı. Sonra buyurur Allah səma qatlarını yaratmaqla onları açdı. Üfüqləri yardı. Havanı boşluğa tərəf çəkdi. Coşqun və dalğalı bir su axıtdı. O suyu sanki bir ana kimi yerə yayıb başlatdı, qayğıkeş valideyn kimi. Sərt və şiddətli küləklə onu hərəkətə gətirdi. Onu güclə sarsıtdı və axışına sərhəd qoydu. Havanın altında suyu üstə tərəf çəkdi. Sonra elə bir külək yaratdı ki, əsən istiqamətini qaranlıq elədi. Qəzəbin davam etdirdi, axının şiddətləndirdi, çıxış yerin uzaqlaşdırdı. Sonra Həzrət buyurur, Allah nəhayət suyun üzərində dalğaları qaldırmaq əmri verdi. Küləyə dalğaları qaldırmaq əmrini verdi. O külək göylərə qalxaraq onu bir tərəfdən digər tərəfə istiqamətləndirdi. Nəhayət köpüklər suyun üzərində qaldı. Suyun üzərinə qalxdı, Allah onları yüksəkdə sabitləşdirdi. Göyü onunla bir dam kimi qurdu, hərəkətli dalğan formasında saxladı, sonra onu qorunan bir səma etdi. Nəhayət buyurur, orada bir işıqlı çıraq, yəni günəş, nur saçan ay, parlayan ulduzlar, fırlanan bürclər, göyü deşən nişanələr və yön göstərən rəmzlər qərar verdi. Görün, Həzrət Əli əleyhissalam indiki dövrdə müasir texnologiyanın vasitəsilə bir çox şeylər demək olur, yerin yaranışı, kainatın yaranışı vardı, amma təsəvvürlə 1400 il bundan əvvəl əlində heç bir cihazı olmadan Həzrət Əli əleyhissalam bu kəlamı həqiqətən heyrətləndiricidir. Bu bir daha sübut edir ki, Əli əleyhissalamın buyurduğu kəlam ilahi qaynağa söykənir. Ona görə Avropa alimləri bugün Əli əleyhissalamın həyatını araşdırırlar, şəxsiyyətin kəlamlarını araşdırırlar. Bir dənə söz deyirlər, deyirlər ki, o isti qumların, o isti Ərəbistanın o qumları necə şəxsiyyətlər yetişdirib Həzrət Əli əleyhissalam haqqında. O isti qumun üzərində necə şəxsiyyət yetişib. Yəni, heç bir şərait olmadan bu kəlamın sahibi Əli çox əzəmətli bir şəxsdir. Hətta Nəhcül Bəlağənin 91-ci ayəsində Həzrət buyurur ki, Allah yer üzünə canlıları yaydı. Təqdir olunmuş ölçülərlə düzən qurdu. Onu qorumağı ona ilham elədi. Yer parçalarını dağlar kimi möhkəm oturtdu. Dərin qayalarla möhkəmləndirdi. Onu vaxtında düzəltdi və bənzərlərini bağladı. Yerin içindəki bulaqlardan onu suladı və uzaqlarını yaxınlarına birləşdirdi. Ki, Əli əleyhissalam bir dərya idi. İndiki dövrdə hələ bu sözləri tapıb deyə bilən yoxdur. Bu qədər texnologiyanın inkişaf elədiyi vaxtda bu kəlamı, bu incəliyi ilə, yerin yaradılışı, bu dəqiqliyi ilə söyləyən bir şəxs yoxdur. Geoloji baxımdan yerin yaranması dedik ki, neçə milyard illər baş verib. Ki, əvvəl yer qabığı qaynar halda olub, bayaq dediyimiz kimi lavalar halında olub, sonradan soyurayaraq sərtləşməyə başlayıb və tektonik hərəkətlərlə qitələrin yaranmasına səbəb olub. Ən qədim quru sahəsinə Avstraliyada rast gəlinib, ən qədim quru sahəsini Avstraliyada tapılan o zirkon kristalları sübut edir ki, dünyanın, yerin yaradılışının yaşını göstərir. Avstraliyada tapılan təxminən 4,4 milyard illik zirkon kristallar həmin prosesi təsdiqləyir. Bəzi elmi nəzəriyyələrə əsasən qitələr əvvəlcə mərkəzi bir sahədə yayılmış ola bilər və bu da təbii ki, dəhv anlayışı ilə Allah-Taala'nın Quran-ı Kərimdə işlətdiyi dəhv kəlməsi ilə üst-üstə düşür və bayaq dediyimiz kimi Pangeya nəzəriyyəsinə əsasən yer üzündə qitələr bir zamanlar böyük bir torpaq sahəsində vatik materikdən ibarət olub, sonralar parçalanaraq müxtəlif materiklərə bölünüblər. Yəni, eyni mərkəzdən parçalanma, bölünmə, yayılma.
ki, dəhvül ərz də budur. Amma dəhvül ərz hadisəsi yalnız maddi, coğrafi bir iş deyil. Yalnız coğrafi, maddi bir cismi bir işdən, materikadan ibarət deyil. Bunun mənəvi, irfani mənaları da var. Allah yalnız maddiyyət yaratmaqla əzəmət qərar verməz dünyada. Ona görə irfan əhli, ariflər həmişə bu cür əzəmətli hadisələrdə bir mənəvi qida yeri axtarırlar. Mənəvi açıqlama verirlər. Dəhvül ərz irfan əhlinə görə kamil insanın zuhuru üçün hazırlanan səhnədir. Allah Taala insan yaranmamışdan öncə onun dünyaya gəlməsi üçün sanki şərait yaradır. Yeri nizama salır. Yaşanılacaq həddə gətirir, formaya salır. Və bu deyirlər ki, zamanın və məkanın ilk dəfə nizam və mükəmməlliyinə qovuşması deməkdir dəhvül ərz hadisəsi. Və ariflərin bir sözü var. Deyirlər ki, hər şeyin əsası bir nöqtədir. Necə ki, imamlarımız əleyhissalamdan da belə bir rəvayət var ki, elm bir nöqtə idi, onu cahillər çoxaltdı. Çünki elm barəsində cahillər başladılar irad tutmağa hərə bir söz, sonra ona açıqlama vermək nəticəsində elmlər çoxaldı. Ariflər də deyirlər ki, hər şeyin əsası bir nöqtədir. Ona görə də bu nöqtə deyir, Kəbə ola bilər. Bu nöqtə imam mənası ola bilər. Bu nöqtə deyir, vücud-i nəqş, Allahın mərhəmətinin təcəllası ola bilər. Məhz buna görə də ariflər deyirlər ki, dəhvül ərz bir nöqtədən başlayıb Kəbənin, haqqın təcəllası, nuru başlanğıc olaraq vücudun yayılması deməkdir. Yer üzü təkcə coğrafi yox, eyni zamanda mənəvi səhnə kimi yaranır. Nəyə görə? Allahın xəlifəsi orada zahir olsun deyə. Kəbənin mərkəzliyi barəsində deyirlər ki, ariflər, irfan əhli deyir, Kəbə maddi aləmin mərkəzidir. Qəlbi isə insanın mənəvi varlığının mərkəzidir. Necə ki, Allah Taala Kəbənin altından, indiki Kəbənin yarandığı, olduğu yerdən yaymağa başlayıb yer üzərin, insanın da qəlbi onun mənəviyyatının mərkəzi sayılır. Kəbənin yayılması deyir, Allah nurunun qəlbdə təcəlla etməsi kimi bir şeydir. Şeyx Mahmud Şəbistəri deyir ki, hər nə varsa eşqdən var olub, eşqin özü isə dostdandır. Dünya eşqin üzərində qurulub, o eşq dost tərəfindən, Allah tərəfindən göndərilib, yaradılıb. Ona görə irfan və hikmət baxımından deyirlər ki, kainatın sirri, zaman və məkanın mərkəzi, varoluşun səbəbi və nizamlayıcısı sayılır dəhvül ərz hadisəsi. Həm də deyirlər, imamın zuhuru üçün, zuhurunun zahiri və batininin zəmin yaratmaq hesab olunur. İmam deyir, çünki maddi torpaq üzərində yox, varlığın mənəvi torpağı üzərində zahir olacaq. İmam Zaman əleyhissalamın gəlisi üçün coğrafi şəraitin gözəlləşməyindən çox insanların qəlblərinin düzəlməsinə ehtiyac var. Ona görə Molla Sədra da bu fikirdədir, eyni zamanda Hikmət İşraq məktəbinə də əsasən deyirlər ki, dəhvül ərz maddi yaranışın başlanğıcı deyil. Mümkün varlığın Allahdan ilk cərəyanıdır. Allahın təcəllisi olaraq mümkün varlığın yer üzünə gəlməsidir. O vücudu tənəzzüldür. Yəni Allah nurunun maddi aləmə tədricən təcəlla etməsidir. Və bildiyimiz kimi ilk yaranan əvvəl nurani vücudlar yaranıb ki, o nurani vücudlardan biri ağıldır. Sonra ruhani varlıqlar yaranıb ki, mələkdir və daha sonra cisim, yəni yer yaranıb. Nəticə nədən ibarətdir? Dəhvül ərz o deməkdir ki, ilahi nurun və vücudun yayılmasıdır. Təkcə dünyanın yaranması yox, eyni zamanda ilahi nurun və vücudun yaranmasıdır, yayılmasıdır, qəlb səhnəsinin yaradılmasıdır. Kəbə maddi mərkəz deyil, yalnız maddi mərkəz deyil, eyni mənəvi cazibə nöqtəsidir. Necə ki, görürsünüz, hər il insanlar dünyanın müxtəlif ölkələrindən Məkkəyə tərəf cəzb olunurlar. Bu nəyin hesabınadır? Dəhvül ərzin elə oradan yaranması və dünyanın bugün müxtəlif ölkələrindən həcc ziyarətinə, Məkkənin ziyarətinə, Kəbə evinin ziyarətinə getməsi bunun bir daha sübutudur. Allahın yer üzündəki mərhəmətinin təcəllasıdır. İnsan deyir, bu səhnənin
əsas faktoru hesab olunur. Ona görə də insan qəlbin Kəbə kimi pak saxlamalıdır. Qəlbin paklığına xüsusi diqqət eləməlidir. Dualarda da bu irfani məsələlər öz yerini tutub, qısa şəkildə bu duanı deyə bilərəm ki, duada deyir, Allahümmə ec'al qalbi Kəbətə nurikə. Məhz bu dəhvül ərz hadisəsinə işarə eləyən dualarımız var ki, mənəvi irfan yolu ilə də açıqlanır. Deyir, ilahi qəlbimi nurunun Kəbəsi qərar ver. Sonra deyir ki, və ədhuhu bi nuri haqqikə və onu haq nurunla yay və düzəlt. Yəni ki, qəlbimi öz nurunun mərkəzi qərar verəndən sonra haqqı orada yay, haqqı orada dirçəlt. Və əfriş bilirsiniz fərş sözündəndir, xalça, sərmək, düzəltmək. Və əfriş fihi arda mərifətikə, öz mərifətini bir xalça olaraq, bir gözəllik olaraq orada sər, məkan qərar ver. Və əcri fihi yənabi'a məhəbbətikə, ən əsaslarından biri deyir ki, öz məhəbbətinin bulaqlarını, çeşmələrini o qəlbdə qaynat. Başqa bir bu duada deyir, Allahümmə inkənətil ardu ləkə duhiyyət, əgər Kəbə sənin üçün yayılıbsa, fəz'al qalbi məclisə duhuril hava, mənim qəlbimi nəfsi dəf olduğu yer qərar ver. Sonra vurur və səkinətəl haqq, haqqın məskən saldığı yer qərar ver. Sonra vurur və məqərrə nuril imam, ən mühüm məsələ, imamın nurunun mərkəzi qərar ver qəlbimi. Nəhcül Bəlağada Həzrəti Əli əleyhissalam buyurur ki, bu sözlə də, bu kəlmə ilə də inşallah sözümü yekunlaşdırıram. Həzrət buyurur, Əzibtu limən yəhdimul Kəbətə bil məasi. Təəccüb edirəm o kəsə ki, qəlbi Kəbə kimi olan varlığı günahlarla dağıdır, insanın qəlbin Kəbəyə bənzədir. Rəvayətlərdə də buyurur ki, müminin qəlbi Kəbə misalındadır. İnsanın, Həzrət buyurur ki, təəccüb edirəm o kəsə ki, qəlbi Kəbə olan varlığı öz vücudun günahlarla dağıdır. Və yətufu havləhə bil əqdəm. Amma ayaqları ilə daşdan tikilən Kəbənin ətrafına dövrə vurur, dolaşır. Yəni, necə ola bilər ki, insan Kəbəni müqəddəs saysın, o daşdan olan Kəbəni geçsin bir müqəddəs bir yer kimi ziyarət eləsin. Amma qəlb, elə insanın qəlbi Kəbə misalındadır. O qəlbi günahlarla çirkləndirsin, o qəlbi günahlar vasitəsilə dağıtsın. Allaha and verir, izzət cəlalı xatirinə, Allaha and verir, Peyğəmbər və Əhl-i Beyti əleyhissalam hörmətinə bizi dəhvül ərz gününün bərəkətindən faydalanan bəndələrindən qərar versin, maddi, mənəvi cəhətdən yüksək məqama nail olanlardan qərar versin, bu yolda dünya axirətin səadətinə çatanlardan eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim.